Sual: La ilahe illallah kəlməsinin şərtləri nələrdir? Cavab: onun 7 şərti var. Birinci şərt: elm. Cahilinin əksi olan mənasını bilmək. Uca Allah buyurur: Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Osman radiyallahu anhu belə buyurur: Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Kim Allahdan başqa ibadətə layiq olan heç bir məbudun olmadığını bildiyi halda ölərsə, cənnətə daxil olar. İkinci şərt: yəqinlik. Bunu deyən bu sözün mənasında tam yəqinliklə əmin olsun. Çünki iman yalnız yəqinliklə olan elmdən irəli gəlir, zənnlə deyil. Uca Allah buyurur: Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. İmanlarında sadiq olanlar da məhz onlardır. Beləliklə, Allaha və onun elçisinə olan sadiq imanlarına şək şübhə etməmələrini şərt qoymuşdur. Abu Hurayra'dan radiyallahu anhu gələn hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və mən Allahın Rasuluyam. Bu iki kəlməni şəkk etmədən deyərək Allahla qarşılaşarsa, cənnətə daxil olar. Üçüncü şərt: qəbul. Bu sözün gərəkdirdiyi məsələləri qəlbi və dili ilə qəbul etmək. Uca Allah bizdən əvvəlkilərin onu inkar edib, ondan üz döndərənlərdən necə intiqam aldığını bizə xəbər verdi. Dördüncü şərt: təslim. Onun tələb etdiyi məsələlərə boyun əymək və bunun əksini tərk etmək. Uca Allah buyurur: Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Möhkəm dəstək La ilahe illallah kəlməsidir. Özünü təslim edən sözünün mənası ona boyun əyməkdir. Yaxşı əməl sahibi olan sözünün mənası isə tövhid əhli olandır. Və hər kim özünü Allaha təslim etməz və yaxşı əməl sahibi olmazsa, ən möhkəm dəstəkdən yapışmamışdır. Beşinci şərt: sadiqlik. Yalanın əksi olan doğruluqdur. Bu, o sözü sadiq qəlblə deməsi və dilinin qəlbinə müvafiq olmasıdır. Uca Allah buyurur: İnsanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik.